13 dekabrda isə Lənkəran şəhərində olacaq. Bəli, 13 dekabrda. Bizim doktorumuz inşallah. Lənkəranlılar, Cənublular. Ümumiyyətlə, Lənkərana gəliriksə, demək, ətraf rayonların hər biri gələ bilər. Lerik, Astara, Masallı, Cəllabad biləsi var. Hə, doktorumuzdan bugün suallarımız olacaq. Yaxşı suallar da tamaşaçılarımız yazıblar. Bugün sizə təqdim edəcəm. Bugün doktor nədən danışırıq? Bugün belə deyim ki, hansı o prosedurdan danışacağım ki, bunu Azərbaycana neçə illər öncəsi gətirmişəm və oynaqdan əziyyət çəkən insanların bir qurtuluşudur. Bir möcüzəvi prosedur olan, bəli, oyun ağrılarından, artrozdan, qırdaq yeyilməsindən, buna el arasında oynaqda duzlaşma deyirlər. Bundan qurtuluş olan, yəni ömürlük bir dəfəmlik çarəsi olan kök hüceyrədən danışacağız inşallah. Hansı ki, kök hüceyrəni eşidənlər, bilənlər bilirlər, Azərbaycana gətiriş nə vaxtdan bu ortaya çıxdı, Vüsal doktorla gəlib. Bu həqiqətən mən 8 il öncə Azərbaycanda kök hüceyrəsini başlayanda kök hüceyrə nədir? Necə ki, alqologiya tanımırlar, o cümlədən kök hüceyrəni ilə tanımırlar ki, elə bir prosedur var, necə yəni?